Bəli, qaydaları pozma verilişinin vaxtıdır. Axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Aparıcınız mən Ceyhun Həsənli. Hər birinizi salamlayıram. Yol nəqliyyat hadisəsi zamanı necə davranmalıyıq? İlk görüləcək işlər hansılardır? Bəli, yol nəqliyyat hadisəsi hər bir sürücünün və piyadanın qarşılaşa biləcəyi bir məqamdır, andır və gözlənilməz, belə deyək, bəzən vəziyyətdir. Belə anlarda panikaya düşmək əvəzinə düzgün və qanuna uyğun davranmaq həm insanların təhlükəsi, həm də sonraki hüquq prosesləri üçün də böyük, əlbəttə ki, əhəmiyyət kəsb edir. Sizcə qəza zamanı sürücülərin ən çox yol verdiyi səhvlər hansılardır və sizin fikrinizcə sürücülər qəza zamanı daha çox panikaya düşür, yoxsa soyuqqanlı davranırlar? Gəlin bax bunlardan danışaq. Sizin də fikirlərinizi bilməyin maraqlı olar. Bəri başdan WhatsApp nömrəmizi sizin üçün xatırladıram ki, mövzu ilə bağlı fikirlərinizi həm yazıb, həm də səs göndərəsiniz. WhatsApp 055 455 10 77. Və qonağımızla bərabər bugünkü mövzunu müzakirə edəcəyik. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bizimlədir. Və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq görülən və baş verən hadisələri təbii ki, elə Ömər bəy bugün müzakirə edəcək. Xoş gəlmisiniz Ömər bəy, xoş gördük sizi. Salam, hər vaxtınız xeyirli olsun. Dinləyicilərimizi də salamlayırıq. Tam rahat şəkildə, təhlükəsiz şəkildə işdən çıxma vaxtıdır, evlərinə getmələri üçün mütləq və mütləq diqqətli olmalıdırlar, sürət həddinə əməl eləməlidirlər, qaydalara əməl eləməlidirlər və biz də yalnız təhlükəsiz şəkildə çatmalarını arzuluyuruq, diləyirik və qaydalara da əməl etməni təbii ki, hər dəfə tövsiyə edirik. Bəli, əlbəttə qəza məsələləri elə məsələdir, adam heç eşitmək də istəmir, amma bəzən gözlənilməz vəziyyətlər yaranır və bu anda nə etmək lazımdır? İlk olaraq bax biz bunlardan bugün danışacağıq. Yol nəqliyyat hadisəsi baş verən kimi sürücü ilk növbədə, bizim sürücülərimiz ilk növbədə nə edir və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər zaman müşahidələr aparır. Bizim sürücülərimiz necə davranır? Yəni siz onları qiymətləndirsəz, yəni faiz nisbətində deyək, neçə faizi daha doğru davranır Ömər bəy, neçə faizi özünü itirir, belə deyək, neçə faizi ümumiyyətlə olanlara heç əhəmiyyət vermir, biraz məsələyə bivec yanaşır. Bilməm, müxtəlif təbii ki, hadisələr olur və bunun hadisələrin fonunda davranış qaydaları da fərqlidir mən bildiyimə görə. Buyurun, bax bu barədə istərdim fikirlərinizi eşidək. Təbii ki, baş verən yol nəqliyyat hadisələrini biz iki qrupa bölsək, ağır yol nəqliyyat hadisələri və maddi zərərlə nəticələnən yol nəqliyyat hadisələrindən danışmalıyıq və təbii ki, ağır yol nəqliyyat hadisələrində ilk qəza baş verəndən saniyələr sonra Allah uzaq eləsin, ölüm və ağır xəsarət yoxdursa, ilk o hadisənin şokun yaşayır sürücülər və bəziləri var nə edəcəyin fərqində olmur, bəziləri var sanki avtomobildən çıxıb hadisə yerinə baxıb mən sağammı çox güman ki fikrinlə deməli fikrini keçirirlər. Eləsi var ki qəza baş verəndə özünün fərqində olmur, dərhal arxada ya ailəsi mi, övladı mı qapıları açmağa çalışır və burada mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, bəzən biz bu cür hadisə videolarına, yəni kameraların qeydə aldığı bu qəza anlarına baxanda bir Azərbaycan vətəndaşı olaraq da bir sevinirik, fəxr edirik ki, dərhal yolun kənarından keçər, istər piyada qismində, istər digər nəqliyyat vasitələrinin sürücüləri dərhal kömək etmək üçün əllərindən gələni edirlər. Kimisi su verir, kimisi təskinlik verir, kimisi avtomobildən çıxardır, kimisi sərnişinlərin çıxarılmasına kömək edir. Yəni demək olar ki, baş verən qəzaların 99%-ində bəlkə də 100%-də humanist davranırlar, belə hallarla qarşılaşırıq. Qaldı ki, burada əsas toxunacağımız məsələ maddi zərərlə nəticələnən qəzalarda sürücülərin
davranış qaydaları və qaydalara nə qədər əməl edib etməməsi ilə bağlıdır. Təəssüflər olsun ki, baş verən söhbət paytaxt yollarından gedir və bizim müşahidə kameralarımızın əhatə dairəsində qeydə alınan bu qəzaları biz müşahidə edəndə çox hissəsi sanki müəyyən bir qism sürücü var ki, düşünür ki, qəza baş verdi, elə avtomobillər yolun hərəkət hissəsində qalmalıdır və sanki avtomobili yolun kənarına çəksələr, xüsusilə də sığorta ilə bağlı bunlar belə sürücülərimiz problem yaşayacaqlar. Amma yol hərəkəti haqqında qanun və inzibati xətalar məcəlləsi bəzi hallarda sürücülərin hadisə baş verdiyi, söhbət maddi zərərlə nəticələnən qəzalardan gedir. Bu cür qəzalar zamanı avtomobilləri yolun kənarına çəkmələri və hadisə yerini tərk etmələri ilə bağlı sürücülərimizə belə desək, yəni imkanlar verir ki, onlar bu deyəcəyim qaydalara əməl etməklə hadisə yerini tərk edə bilər və yaxud da ki, avtomobili yolun hərəkət hissəsindən kənara çəkə bilərlər. Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 1 və 3-cü bəndləri var. Bununla yanaşı, yol hərəkəti haqqında qanunun qeyd etdiyi maddəsində də inzibati xətalar məcəlləsinə işarə verir və əgər yol maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi zamanı tərəflər, yəni qəza iştirakçıları razılığa gəliblərsə və təqsirkar müəyyən edilibsə ki, məsələn üçün mənim başıma gəlmişdi hadisə, svetoforun qırmızı işığında dayandığım yerdə avtomobil arxadan gəldi, çırpıldı və dərhal düşdü, salamatçılıqdır, bir xəsarət almamışıqsa, mən bildirdim ki, dayandığım yerdə gəlib vurmuşsan, o da etiraf elədi ki, günah məndədir. Avtomobili yolun kənarına çəkdik, yəni yolun əsas hərəkət hissəsindən kənarlaşdırdıq, avtomobilləri qırağa çəkdik və dərhal yol polisinə, yəni polisə 102 xidmətinə və sığorta şirkətinə məlumat verdim ki, belə bir hadisə baş verib, budur. Ondan sonra da adiyyəti üzrə deməli avtomobilin fotolarını sığorta şirkəti bildirdi ki, fotoları çəkin, zəhmət olmasa göndərin. Polis əməkdaşları hadisə yerinə gəldi, izahatlarımızı aldı. Hadisə necə baş verdiyini öyrəndi. Məsələ bitdi. Və inzibati xətalar məcəlləsində də göstərilir ki, əgər maddi zərərlə nəticələnən qəza zamanı sürücülər bir-biri ilə razılaşıblarsa, yəni təqsirkar bəllidir, hansı ki dediyim kimi sürücü deyilsə günah məndədir və xəsarət alan yoxdursa, hadisə deməli onlar hadisə yerini tərk etdiyinə görə cərimə olunmur. Yəni 100 manat məbləğində cərimə olunmur. Bu o deməkdir ki, sürücülərimiz razılığa gəliblərsə və burada mütləq və mütləq polisə məlumat verilməlidir hadisə barədə və hadisə yerini tərk edə bilərlər. Amma sürücülərimizin xüsusilə diqqət yetirəcəkləri məqamlar var. İndi yəqin ki, o məqamlara da toxunacağıq. Mütləq, əlbəttə. Hörmətli dinləyicilər, sizcə qəza zamanı sürücülərin ən çox verdiyi və etdiyi, yol verdiyi səhvlər hansılardır? Yol nəqliyyat hadisəsinin iştirakçısı və ya şahidi olmusunuzmu? Həmin anda necə davranırsınız? Baxın, Ömər bəy öz başına gələn bir hadisəni danışdı, hansı ki, günahkar təbii ki, digər sürücü idi və normal qaydalar çərçivəsində onlar hər iki sürücü də hərəkət etdi və davrandı. Və yol nəqliyyat hadisəsinin iştirakçı və ya şahidi olmusunuzmu siz özünüz? Həmin anda necə davranmısınız? Bu barədə siz də əlbəttə ki, fikirlərinizi göndərsəz çox maraqlı olar. WhatsApp nömrəmizi sizin üçün yenidən xatırladıram. WhatsApp 055 455 10 77
Ömər bəy, bəzən olur ki, bilirəm ki, müşahidələrdə bunu da görmək mümkündür. Hadisə baş verir və hadisə anında yoxa çıxırlar sürücülər. Yəni belə hallar da baş verir bəzən, qaçırlar. Bax bu kimi hallarda nələr baş verir və müşahidələr nəyi göstərir? Bax bunlar barədə desəm. Təbii ki, yaxşı davranan, qanunlar çərçivəsində davrananları alqışlamaq lazımdır. Çox nümunəvi əlbəttə addımlar atırlar. Amma bunun tam tərsini edənlər də var. Tərsi nədən ibarət ola bilər? Buyurun. Bax mən konkret qaydanı izah elədim. Təbii ki, həmin o deməli hadisə yerini tərk etməklə bağlı digər sürücülərin əməl etməli qaydalar var ki, mütləq onu deməliyəm. Məsələn, yol hərəkəti haqqında qanun 37-ci maddəsinin 1 və 3-cü bəndlərində qeyd olunur ki, yol nəqliyyat hadisəsi burada artıq maddi zərərlə məsələsi deyil. Yəni qanun konkret deyir ki, sürücülər hansı hallarda yol nəqliyyat hadisəsi zamanı, ümumiyyətlə yol nəqliyyat hadisəsi zamanı nə etməlidirlər? Bir daha deyirəm, 37-ci maddənin 1 və 3-cü bəndlərində qeyd olunur ki, yol nəqliyyat hadisəsi zamanı, yəni yol nəqliyyat hadisəsi baş verdikdə sürücü deməli qəza dayanma işıq siqnalını, qəza dayanma nişanını quraşdırmalıdır. Hadisəyə şahidləri varsa, hadisə şahidlərin qeydin aparmalıdır. Hadisə yerini tərk etməməlidir. Amma burada xüsusi sürücülərin diqqət yetirəcəyi bir məqam var. Digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən, yəni qəza baş verib, dediyim kimi, ağır qəza, təbii ki, ağır qəza başqadır. Yəni amma əlbəttə orada artıq bir-birinizə toxunmusunuz, deyək ki, yüngül xəsarət alan var hadisə zamanı. Avtomobillərimiz Heydər Əliyev prospektində əsas yolu tutub. Yəni digər nəqliyyat vasitələri hərəkət eləyə bilmir. Qanun deyir ki, avtomobilləri yolun kənarına çəkməlisiniz. Və ən əsası, indi sizin dediyiniz suala gəldik. Ən əsası mütləq polisə məlumat verilməlidir. İndi siz dediyiniz məsələ. Yüngül avtomobillər bir-birlərinə toxunurlar. Sürücülər düşür. Baxırlar ki, yüngüldür də 20 manatlıq, 50 manatlıq, məsələn 100 manatlıq bunun xərci var məsələn. Orada elə tez bazar 50 manat alır, qoyur cibinə, çıxdı getdi. Bu artıq hadisə yerini tərk etməkdir. Və hadisə yerini tərk etmək məsələsi deyil. Əsas məsələ polisə məlumat verməməsidir. Bəli. Yəni sizin sadə yanaşdığınız bu cür yol nəqliyyat hadisələrin polisdən gizlətməyiniz əslində sizin özünüzə ziyandır, yəni, bəli. Siz polisə mütləq məlumat verməlisiniz ki, belə bir hadisə baş verib, sadəcə avtomobilə toxunub, yüngül zədəsi var, razılığa gəlmişik, məlumatı verdiyiniz, indi polis əməkdaşı ilə deməli, o sizə bildirəcək ki, necə olub hadisə filan. Təbii ki, hadisə yerinə kamera varsa, kamera görüntüsü araşdırılacaq. Yəni bu qədər sadə. Amma mütləq polisə məlumat vermək lazımdır. Çox gözəl. İndi ona görə mən dedim ki, yəni elə insanlar var ki, elə sürücülər var ki, ümumiyyətlə bu qaydalara əfsuslar olsun ki, əməl etmirlər. Bu kimi məsələləri Ömər bəy bir-bir izah edir və diqqətə çatdıracaq və hansı daha digər önəmli vacib məqamlar var. Yol nəqliyyat hadisəsinin iştirakçısı və ya şahidi olmusunuzmu? Həmin anda necə davranmısınız, hörmətli dinləyicilər? Fikirlərinizi WhatsApp nömrəmizə yazaraq ya da səs göndərərək bildirə bilərsiniz. WhatsApp 055 455 10 77. Ömər bəy, sizə bir neçə suallarım da olacaq, amma mesajlarla davam edək, çünki bilirəm ki, dinləyicilər də mesajlarının səslənməsini gözləyirlər. 6774 nömrəli abunəçi yazıb ki, təəssüf ki, bəzi sürücülər qəzadan sonra əsəbləşib dava salır. Əslində isə ən vacibi sakit qalmaqdır, vəziyyəti daha da gərginləşdirmək heç kimin xeyrinə deyil, hətta məsləhət də verir dinləyicimiz. Düzdür, belə dava salanlar da var. Yəqin nəqliyyatı intellektual idarəetmə mərkəzi olaraq bu müşahidələrdən də göstərir. Qəribə gəlir. Deməli, kamera görüntüsünə baxıram, qəza baş verir.
özü svetoforun qırmızı işığından keçir və yaxud da ki belə halda olub yol ayrıcı keçmə qaydalarını pozub qəza baş verib. Yəni onun günah ucubatından baş verib qəza. Müxtəlif səbəblərdən də qəza baş verib və günahkar da faktiki həmin sürücüdür. Düşür, əllə, qolla, hətta üzərinə hücum etməklə heç bir günahı olmayan, yəni qaydanı pozmayan, öz yolu ilə gedən sürücüyə irad bildirir və biz də bunu kameradan Şahidi olursunuz, görürük ki, yəni əslində günah onun özü və yaxud da ki diqqətsizlik edir, düşür, qarşıdakı sürücünü günahlandırmağa çalışır. Amma elə qəzalar da olur ki, düşürlər, sadəcə salamlaşırlar, avtomobillərinə baxırlar ki, yəni maddi zərərlə nəticələnib qəza. Avtomobili yolun kənarına çəkən də olur, oturub maşına çıxıb gedən də olur. Təbii ki, biz kameradan görürük ki, telefonla danışır, indi bilmirik kimlə danışır, amma istənilən halda çox güman ki, ya sığorta şirkətinə, ya polisə məlumat verir. Amma belə hallarda olur ki, xüsusilə də Bakı-Sumqayıt şosesində, Beynəlxalq Avtovağzalının yaxınlığında şahid olmuşam. Ziyabniyedo prospektində, müxtəlif küçə və prospektlərdə belə hallar da olur. Yüngül bir-birlərinə toxunur avtomobillər, düşürlər, hərəsi bir siqaret çəki çıxardır. Hətta bir neçə dəfə də hesablamışam, yəni vaxt baxımından hesablamışam ki, məsələn, bir saata yaxın sığorta əməkdaşın gözləyən olur və təsəvvür edin ki, qeyri-pik saat, sıxlıq yox, sırf onların orada yolun hərəkət hissəsində avtomobilləri saxlamaları, bir-birlərindən söhbət eləmələri, sığorta əməkdaşlarının gözləmələri falan, yəni bu səbəbdən uzun sıxlıqlar yaranıb və digər ara kəsmə küçələrdə bu təsir edib. Amma qeyd etdiyimiz kimi buna ehtiyac yoxdur. Qaydalara əməl etməklə və ən əsası da polisə məlumat verməklə deməli yolda yaranan, özlərinin yaratdığı süni nəqliyyat sıxlığının qarşısını ala bilərlər. Bəli. Mesajlarla yenə davam edək, çünki çoxdur mesajlar. Alim bəy yazıb ki, Ömər bəy, bizim sürücülərin çoxu qəza görən kimi çəkiliş eləyirlər. Avtomobilləri yavaşladırlar və bu da tıxac yaradır istərsəməz. Əgər kömək etməyəcəksənsə, maneə yaratma da yollarda. Bax, belə bir etiraz kimi belə bir mesaj yazıb Alim bəy göndərib. Dünən axşam saatlarında Bakı-Sumqayıt şosesi Şamaxınka tunelində çıxış hissədə, daha doğrusu bir avtomobil yanırdı. Yanırdı, bəli. Və təsəvvür edin ki, avtomobilin yanması və ona digər sürücülərin həmin hadisə yerinə baxması səbəbindən təbii ki, içərisində telefonla çəkənlər də var idi. Hər iki istiqamət üzrə Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi və 20 yanvar metro stansiyası istiqamətinə sıxlıq yaranmışdı. Demək olar ki, baş verən qəzalarda və yaxud baş verən fövqəladə hallar, yəni yanğın hadisələrində belə əksər sürücülər avtomobilləri yolun hərəkət hissəsində saxlayıb hadisə yerini çəkirlər. Yaxşı məsələyə toxundu dinləyicimiz. Biz dəfələrlə bununla bağlı müraciət etmişik sürücülərimizə ki, baxın, hadisə baş verib və yaxud yanğın var, o hadisə yerinə operativ nəqliyyat vasitələri gəlib vaxtında çatmalıdır. Təcili tibbi yardım və yaxud da ki, yanğın söndürən avtomobillər. Amma necə gələcək, bəli? Siz yollarda avtomobili saxlayıb, hadisə yerini telefonla çəkib və yaxud da ki, baxırsınızsa, yaranan nəqliyyat sıxlığın müddəti daha da artır. Onsuz da qəza baş verir, bu sıxlıq yaranır. Və təbii ki, biz Nəqliyyat İntellektual Idarəetmə Mərkəzi olaraq hadisə baş verən zaman dərhal yol polisinə məlumat veririk. Yaxınlıqda xidmət edən yol polisi hadisə yerinə qısa müddət ərzində gəlir və həmin avtomobillərin yoldan kənarlaşdırılması, operativ nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında təhlükəsiz şəkildə çatması üçün dərhal tədbirlər görülür. Burada həm yol polisi əməkdaşları, həm postpatrul əməkdaşları, xidmətin əməkdaşları orada yollarda o təhlükəsizliyi təmin edirlər. Dünən də yanğın baş verən zaman
dərhal, xüsusilə də dünən yox, Sırağac üçündə, səhv eləmirəmsə elə dünən idi. Avtovağzalın yaxınlığında bir avtobus yanında. Bəli. Və dərhal Bəli, bəli. həm yol polis əməkdaşları, həm polis əməkdaşları avtovağzala giriş olan hissəni müvəqqəti bağladılar. Bəli. Lazımi tədbirləri Avtomobilləri gördülər. Bəli. hadisə yerindən kənar hissəyə istiqamətləndirdilər ki, avtobus partlayış da ola bilər. Vətəndaşları ərazidən İnsanlar xəsarət uzaqlaşdırılır ala və bilər, orada bəli. o təhlükəsizlik tam təmin olundu. İndi siz təsəvvür eləyin ki, və hətta ona baxmayaraq yaxınlaşıb telefona çəkənlər var idi. Bəli. Siz 6 təsəvvür iyulda eləyin baş ki- verib. Dünən yox, sırağı gün olub Bəli, bu hadisə. siz Bəli. təsəvvür eləyin ki, polis əməkdaşları orada o tədbirləri görməsəydilər, Bəli. yaxınlaşıb yanğın baş verən avtobusu yaxından çəkən və yaxud da ki və sonradan həmin hadisə yerindən kənar hissədə bir telefonla çəkilmiş bir kadra baxdım ki, avtobus arxa tərəfdən partlayır. Hətta, Yəni bəli. curda səs çıxır da, partlayış səsi olur. İndi təsəvvür edin ki, o partlayış zamanı İnsanlar orada olsaydı, avtobusun bəli. qalıqlarının vətəndaşların üzərinə düşməz. Yəni ona görə operativ şəkildə polis əməkdaşları tərəfindən o tədbirlər görülür. Təşəkkür edirik biz hər zaman polislərimizə. Səsli mesaj var, dinləyək. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir, Duanızı buyurun. Salamlayıram. Buyurun. Deməli, mən avtoqaza şahidi olmuşam. İsmayıllı yolunda, yolun kənarında ailəmlə dayanarkən, yəni o dayandığım yerdə heç bir avtomobil keçmirdi. Yalnız biz idik və həmin vaxtı bir avtomobil idarəetməni itirərək kanala düşdü. Yəni o kanalda da su az idi, amma yetəri qədər var idi və mən dərhal qaçdım avtomobilin dalınca, yəni və yoldaşıma xəbər elədim ki, həm tibbi yardıma, həm polisə zəng vursun və orada kanal yəni hündürlüyü dərin olduğu üçün keçən avtomobillərə əl eləyərək, yəni yoldaşım saxlamaq istəyirdi ki, yəni köməyə gəlsinlər. Yəni elə bilirdilər ki, yəni bu avtomobil görsənmədiyi üçün çox da fikir verən olmadı və nəhayət ki, avtomobillərin əksəriyyəti saxladı, dayandı. Mən orada xanım idi və 2 körpə az yaşlı uşaq idi avtomobildə. Avtomobil tamamilə aşmışdı, tərsinə çevrilmişdi və 3 nəfər də çıxartdım oradan. 2 nəfər köməyə gəldi. Bir kənd sakini, bir də başqa bir kənd sakini idi orada və digərləri köməyə gələnlər bəli olur, ancaq ki köməyə gəlməyənlər də olur. Kənarda videolara, fotolarla çəkənlər daha çox idi orada. Sağ olsunlar, tibbi yardım tez bir zamanda gəldi və müdaxilə etdi. Düzdür, ciddi bir şey yox idi, ancaq ki hər ehtimala qarşı müdaxilə etdilər. Polislərimiz də gəldilər və maşının oradan, kanaldan çıxarılana qədər mən oradan ayrılmadım və bəzi və digər kənd sakinləri ilə orada dayananlarla avtomobili oradan çıxartdıq. Təşəkkür edirik. İnsanlarımızın elə yardımsevərliyini elə Ömər bəy özü də elə bəri başdan elə Təşəkkür bəli edirik, birinci növbədə əlbəttə, qeyd eləmişdi, bəli. Hər birimizin başına gələ biləcək bir hadisədir. Heç kim heç nədən sığortalanmayıb və insan bax indi bu dinləyicimiz kimi bu cür insanları görəndə həqiqətən insana bir qürur hissi ilə o qürur hissi keçirir. Həm də ki düşünürsən ki, sənin başına gəlsə və dərhal yoldan keçən vətəndaşlar köməyə gəlsə sənin, yəni orada belə deyək də, yəni dəqiqə söhbəti ola bilər ki, insan dünyasını dəyişə bilər. Məsələn, vaxtında müdaxilə, kömək, təcili tibbi yardıma məlumat vermək. Yəni təsəvvür edin ki, bəlkə də bu vətəndaş orada olmasaydı, təcili tibbi yardıma vaxtında məlumat verən olmayacaqdı və yaxud da ki, həmin o qəzada deməli o avtomobilin içərisində olan sürücü və sərnişinlərə kömək edən ola bilməyəcək. Əlbəttə, yəni vaxtında. Bilirəm. Bir də Ömər bəy bir məqamı, incə bir məqam var burada. Onu istəyirəm ki, bildirim. Bəli, təbii ki, insanlarımızın insansevərliyi, humanist davranışları əslində çox gözəldir, amma bəzən elə hadisələr baş verə bilər ki, yəni elə xəsarət ala bilər ki, deyək ki, sürücü və ola bilər ki, sərnişin ola bilər həmin avtomobildə. Deyək ki, müəyyən o avtomobildən həmin insanı çıxartmaq məsələsi var. Ola bilər ki, sən onu zədələyə bilərsən. Ola bilər ki, yəni bilmədiyin bir şey etmək də bəzən, yəni orada
sən həkim deyilsən, tibb işçisi deyilsən. Yəni nə mənada deyirəm? Çünki bəzən başa düşürəm, insanlıqdır, humanistlik göstərirsən, amma bəlkə o ehtiyat tədbiri ki var, sən onu doğru yerinə yetirməyə bilərsən. Nə qədər ki həkimlərimiz müdaxilə etsə, nə qədər ki yəni bilən insanlara müdaxilə olsa, daha yaxşı nəticə verər. Çünki bəzi hallarda baxırsan ki, müdaxilənin olması daha pis nəticəyə gətirib çıxara bilər. Bax bu kimi hallarda mən özüm də şahidi olmuşam ki, bəzən yanlış, yəni istiqamətə yönləndirib də məsələni. Təbii ki, humanistlik gözəl bir addımdır. O insan istəyir ki, ona kömək eləsin, onu xilas eləsin, amma o xilaskarlığın daxilində, yəni negativ hallara belə gətirib çıxardan məqamlar ola bilər. Buyurun. Ola bilər, təbii ki, ola bilər, amma mən inanmıram, yəni bu kütləvi şəkildə belə bir şey olsun. Sözsüz əlbəttə kütləvi şəkildə deyil amma əlbəttə. əksər kamera görüntülərindən də baxırıq. Məsələn, əksər kömək edən vətəndaşlar, qəza zamanı digərlərinə kömək edən vətəndaşlar təbii ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidməti səhv eləmirəmsə, əməkdaşları sıxışıb qalan, avtomobildə sıxışıb qalan sürücü və yaxud sərnişini varsa, onu dərhal qaydalara uyğun şəkildə çıxardılar, əlbəttə, bəli, köməkli göstərirlər. Belə hallarda təbii ki, orada sürücülər müdaxilə etməyə çalışırlar, amma məsələn baxırlar ki, o nəticə əldə edilməyəcək. Tutaq ki, çıxarda bilməyəcək, çıxartsalar, tutaq ki, Allah çox böyük fəsadlara, bəli, ağır fəsadlara çıxara bilər. O mənada elə mən deyirəm. Bax qəşəng dediniz. Yəni o mənada deyirəm ki, əgər bunu bacara bilmirsinizsə, yəni görürsüz ki, daha pis fəsadlara gətirir. Ona görə o işə yəni əl qoymayın. Yəni daha da insanı pis vəziyyətə qoya bilərsiniz. O mənada deyirəm. Həm də biz danışırıq, bəlkə də belə sadə gələ bilər. Amma siz təsəvvür eləyin ki, qəza baş verir, avtomobil aşır və yaxud bir ağır yol nəqliyyat hadisəsi. Hər adamda da o ürəyi ola bilməz. Yəni yaxınlaşsın. Əlbəttə, bəli. Çünki gözünün qarşısında orada parçalanmış insan cəsədi də çıxa bilər və yaxud da ki, bir qolu itirilmiş, bir ayağı. Yəni o insandan insana da fərq var da. Yəni bir insan düşünə bilər ki, mən gedib yaxınlaşaram, onun travmasını yaşaya bilərəm. Başa düşüləndir. Amma istənilən halda ümumi mən kamera görüntüləri əsasında deyə bilərəm ki, biz bu məsələdə çox fədakarıq və bir-birimizə də köməklik edirik. Mən təşəkkür edirəm sizə. Çox sağ olun Ömər bəy. Çox önəmli, vacib, həm də çox həssas mən deyərdim mövzulardan birini bugün müzakirə etdik. Mən dinləyicilərimizə də öz təşəkkürümü bildirirəm ki, bax bu mövzuda da aktiv iştirak etdilər. Bir daha çox sağ olun ki, gəldiniz. Hörmətli dinləyicilər, bir daha xatırladıram ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bugün studiyamızın qonağı oldu. Yol nəqliyyat hadisəsi zamanı necə davranmalıyıq və ilk görüləcək işlər hansılardır mövzusunu birlikdə müzakirə